Salam, hər vaxtınız xeyir olsun. Deməli, bizdən belə bir sual var. Deyir, verilən isimlərdən hansı cümlənin xəbəri ola bilməz? İlk növbədə baxırıq bu sualı diqqət edirik nəyə? Ömrü sözü, fəsli sözü. Bunlar istənilən saitlə başlayan şəkilçi əlavə etdikdə ikinci hecasını itirirlər. Deməli, buradakı ömrü sözünü biz həm mənsubə şəkilçisi kimi də düşünə bilərik, həm də adlıq mənsubə şəkilçisi, həm də ki, hal şəkilçisi söz kimi düşünə bilərik. Bu ilə ü hərfini. Biz də nə bilirik? Bu ü hərfi mənsubə şəkilçisi olsa adlıq hal olacaq. Adlıq halda xəbər ola bilir. Deməli, A variantı xəbər ola bilir, getdi. B variantı, E variantı, fəsli sözü. Yəni, i mənsubə şəkilçisi adlıq hal ola bilir, E variantı da getdi. Qalır burada, misal üçün, çiyini, qoynu, beyni. Bunlarda bədən üzvləri bilirik ki, mənsubə şəkilçisi qəbul etdikdə ancaq düşür. Fikir veririk çiyini sözündə. İ hərfi düşüb. Deməli, bu mənsubə şəkilçisidir və adlıq halda da. Adlıq hal xəbər ola bilir. Qoynu sözündə də yenə u düşübdür. Deməli, bu da adlıq haldadır. Beyni sözünə gəlirik. Buradakı i düşməyibsə, mən əminəm ki və bilirəm ki, i nədir? Təsirliyalın şəkilçisidir. Və təsirliyal heç vaxt xəbər ola bilmir. Ona görə düzgün cavabımız C variantıdır.